Salam dostlar, bugünkü dərsimizin ilk sualına başlayaq. Deyir, 3 günlük velosiped yarışlarının məsafəsinin uzunluğu 520 kilometrdir. 3 günlük yarışma 520 kilometrdir. Birinci gün iştirakçılar bütün yolun 25%'ni. Birinci gün bütün yolun 25%'i deyəndə 520'ni biz vururuq 25'e, bölürük 100'e. Yəni bütün yolun 4də 1 hissəsi, belə deyək. Bu da elədi 130. Sonra ikinci gün isə deyir, qalan yolun 13də 5 hissəsini getdilər. İkinci gün qalan yolun 13də 5 hissəsi. Qalan yol deyəndə biz bütün yolu bilirik 520 kilometrdir. Ondan biz 130'unu çıxırıq. Elədi 390 qalan yolumuz. Bu 390'ın 13'də 5 hissəsi. 390 ilə biz 13'ü ixtisar edirik. 13'ün özünə ixtisar etsək, elədi 30. 30'u da 5'ə vururuq. 150. Sual belədir. Onlar 3-cü gün neçə kilometr yol getdilər? 3-cü gün. 3-cü gün neçə kilometr yol getdilər? Onu tapmaq üçün biz 520'dən çıxırıq 130'unu, sonra da çıxırıq 150'ni. Deməli, 520'dən 130'unu çıxdıq 390, 390'dan da 150'ni çıxsaq edir 240. Deməli, 3-cü günü 240 kilometr getdilər. İkinci sualda bizə deyilir, sinifdə 16 oğlan var. Yazaq, oğlanların sayı 16 nəfər. Qızları bilmirik, yazaq qızlar X. Deyir, bu sinifdə şagirdlər arasında oğlanların yarısı, qızların da 3də 1-i əlaçıdır. Oğlanların yarısı əlaçıdır deyəndə 16 nəfər var. Biz bilirik, əlaçılar 8 nəfərdir. Yarısıdır çünki. 8 nəfər. Qızların isə 3də 1-i, yəni X-in 3də 1-i yazırıq. 3də 1 X. Əgər deyir, sinifdəki şagirdlərin, ümumi şagirdlərin 13'ü əlaçıdırsa, qızların neçəsi əlaçı deyil. Əlaçı olmayanları tapmalıyıq qızlar içərisində. İndi biz baxaq, sinifdəki şagirdlərin 13'ü əlaçıdır. Biz bura baxırıq, oğlanların 8 nəfər əlaçıdır. O zaman geridə qalan, yəni 5 nəfər qızlardan əlaçıdır. Biz də dedik ki, qızların 3də 1-i əlaçıdır. Yəni 3də 1 X bərabərdir 5 nəfərə. O zaman bütün qızlar olur 15 nəfər. Yəni çarpaz vursaq 3'ü 5'ə vururuq. Elədi 15 nəfər. Bütün qızlar 15'dir. Bunlardan da əgər 5'i əlaçıdırsa, deməli əlaçı olmayanların sayı 15 mənfi 5'dir. Yəni 10 nəfər əlaçı deyil. Üçüncü sualda bizə deyilir, mağaza birinci gün verilmiş 400 kitabın 5də 2 hissəsini satdı. Deməli 400 kitab var. Bu 400 kitabın 5də 2 hissəsi birinci gün satıldı. Yazaq, birinci gün satılan kitab 400'ün 5də 2 hissəsi. 82'yə vururuq, elədi 160. Deməli, birinci gün 160 kitab satıldı. İkinci gün deyir, qalan kitabların 15%. İkinci gün qalanların 15%. Biz 400'dən 160'a çıxmalıyıq. İlk öncə qalanı bilək. 400'dən 160'a çıxanda elədi 240. 240'ın deyir 15%. 240'ı vururuq 15'e, bölürük 100'e. İxtisar eləsək sıfırlar getdi. 15 ilə onu da 5'e ixtisar eləsək burada 3 qalır, burada 2. 24 ilə 2'yi ixtisar eləsək burada 1, burada 10. 2, 12'yi də 3'ə vursaq cavab elədi 36. Deməli, ikinci gün satılan kitab 36'dır. Sonra bizə deyir, 2 gün ərzində mağazada bütün kitabların neçə faizi satıldı? Bütün kitablar biz bilirik 400'dür. Və bir şeyin bütünü təbii ki 100%'dir. Yəni 400 kitabımız 100%'dir. Bizdən satılan kitabları soruşur. Satılan kitablar isə 2 gündə 196 ədəddir. Yəni 196 kitabdır. Bu faizi tapmalıyıq. Buna da deyək X faiz. Burada təbii ki biz düz mütənasibdən istifadə edirik. Çünki kitabın sayı azaldığı zaman bilirik ki faiz də azalmalıdır. X bərabərdir 196 vurulsun 100'ə bölünsün 400'ə.
Sıfırlar getdi. Cavab elədi 49%. Dördüncü sualda bizə deyilir ki, avtobusda 30 kişi və 20 qadın var. Yazaq. Kişi 30 nəfər, qadın 20 nəfər. Dayanacaqda deyir, kişilərin 20%, qadınların da 25% düşdü. Yəni, kişilərin 30 nəfərin 20%, qadınların da 20 nəfərin 25% düşdü. Yazaq, 30-un 20%. Vururuq 20-yə, bölürük 100-ə. Sıfırlar ixtisar olundu. Deməli, 6 nəfər düşdü. 6 nəfər kişi. Qadınların da, yəni 20 nəfərin 25%. 20-ni vururuq 25-ə, bölürük yenə 100-ə. 20-ni də 4-ə böldüyümüz zaman 5 nəfər. İndi bizə deyilir, sərnişinlərin neçə faizi bu dayanacaqda düşdü. Sərnişinlər ümumi kişi və qadınların cəmidir, yəni 50 nəfərdir. Biz bilirik ki, 50 nəfərimiz bizim bütün dedikdə 100%-dir. Düşən sərnişinlər 6 ilə 5, yəni 11 nəfər. Buna da x faiz desək, yenə də düz mütənasibdən istifadə edirik. X bərabərdir 11 vurulsun 100 bölünsün 50. İxtisar eləsək, burada 1, burada 2, 11-də 2-yə vursaq 22%. Deməli, bütün sərnişinlərin 22%-i düşdü. Dərsimizin sonuncu sualında isə bizə deyilir ki, fabrikanın 1200 metr birinci keyfiyyətli, 1300 metr isə ikinci keyfiyyətli parçası var. Yazaq, birinci keyfiyyətli və ikinci keyfiyyətli. 1200 metr birinci keyfiyyətlidir, 1300 metr ikinci keyfiyyətlidir. Deyir ki, birinci keyfiyyətlinin, yəni fabrika deyir, birinci parçanın deyir, 1/3 hissəsini, yəni 1200-ün 1/3 hissəsini elədi 400 metr işlətdi. İkincinin isə, yəni 1300-ün 35%-ni. O zaman biz 1300-ü vururuq 35-ə, bölürük 100-ə. İxtisar elədik, cavab elədi 455 metr. Sual belədir. Fabrika bu parçaların neçə faizini işlətdi? Ümumi fabrikanın birinci və ikinci keyfiyyətli parçaların cəmini bilmək üçün biz bunları toplayırıq. Elədik 2500. 2500-ümüz 100%-dir. İşlədilmiş parçalar isə, dostlar, 400 toplayaq 455, yəni 855 metrdir. Bunu tapmalıyıq. Buna da x faiz deyək. X bərabərdir 855 vurulsun 100-ə, bölünsün 2500-ə. Sıfırları ixtisar eləsək, 855-i biz bölürük 25-ə. 3 dəfə götürsək 75, 105-i 25-ə bölsək 4 dəfə yazsaq 100, 50-ni də bölür 25-ə, 34,2. Bugünlük bu qədər, gələn dərslərə qədər. Sağ olun, sağlıqla qalın.